vaxtınız xeyir olsun, çox hörmətli və dəyərli tamaşaçılarımız. Hər zaman olduğu kimi yenə də bugün mən Qəndərə Şərmət qızın təqdimatında Qızıl Səslər verilişi efirdədir. Dəyərli tamaşaçılarımız, bildiyiniz kimi Qızıl Səslər verilişini hər zaman bir-birindən dəyərli qonaqları dəvət edirəm. Bugünləri belə qərara gəldim ki, Qızıl Səslər verilişinə dəyərli reperləri dəvət eləmişəm. Hamısı gəncdirlər. İstərdim ki, vaxt itirmədən qonaqlarımızı bircə-bircə sizlərə təqdim edəm. İlk qonağım Pastor Reper. Xoş gəlmişsiniz. Növbəti qonağımız Pərviz Əliyev, DMC Remo. Xoş gəlmişsiniz. Xoş gördük, Əmrə. Növbəti qonağımız gənc aktyor, yazıcı, şair, musiqiçi Həsən Ağa. İlk qonağımız Pastor, sizə zəhmət olmasa. Eşitdiyimizə görə sizin RC adlı reperlər qalmağa halınız yaranıb və siz onunla nə vaxt batli edəcəksiniz? Hər kəs salamlayıram. Çox sağ olun ki, Qəndərə xanım bizi qonaq çağırdınız. Biz belə bir underrated verilişdə olmağı çox istədik, özümüz istədik. Çünki digər verilişlər bizə səmimi gəlmir. Bu veriliş bizə çox səmimi gəlir. O yüzden biz buradayıq. Çox sağ olun bir daha. RC ilə Battle, mən RC'nin albomunu dinlədim. Bizdə studiyadaydı, uşaqlar gətirdilər. RC haqqında nə deyə bilərəm? Deyə bilərəm Peace Flow Maker, Peace Sound Maker. Yeganə adamda yaxşı olan şey punchların seçilməsidir. Qalan hər şey adamda bəyənmirəm. Battle'ımızı isə gözləyirəm ki, Mazzi bizə nə vaxt bizi maraqlandıran təklif eləyəcək. Biz Sinaps komandası olaraq gözləyirik. Çox söhbətlər olub ki, güya ki, bu Tucson Madhouse qaldırıb. Amma elə bir şey yoxdur. Çünki İminlə Pastor'ın həmən Battle'da olmağı İminlə kəllə-kəlləyə xayıb qatıb. Düşünürəm ki, biz olmasaydıq kəllə-kəllə bu yerdə olmazdı. RC ilə Battle'dansa biz özümüzü maraqlandıran bir təklif gözləyirik. Nə vaxt Mazzinin, belə deyim, pulu çatacaqsa biz o vaxt Battle'a gələcəyik. Buyurun, buyurun. Ümumiyyətlə, Qəndərə xanım, mən bir söz deyim, biz bununla Battle eləyəcəklər. O Battle ki, hansı ki, o şey bir yerə götürsək, o bir yığmanın bir yerə adı ki, Madhouse-dur, Dəli House-dur. Yəni ki, o söz deyə bilirəm, Madhouse, onların repləri də elə Dəli fasonunda. O reperdəki hansın ki, adı RC-dir, yəni ki, ona mənim vapşi sözüm yoxdur. Battle'a çıxa da bilməz ümumiyyətlə. Yəni sözüm budur, mən də babqa eləmək istəyirəm. RC getsin, elə stişok yazsın, məncə. Məncə də o Instagram üzərindən bizə cavab verdi, Quzu Gang. Mən bu cavabı çox atstoy bilirəm, çox bəyənmədim ümumiyyətlə. Adamda style yoxdur, bu dəqiqə reperlərdə əgər style yoxdursa, deməli sən köhnəsənsə, demək dünya ilə ayaqlaşa bilmirsən. Dünya ilə ayaqlaşa bilmirsənsə, demək artıq sənin karyeran bitib. Quzu Gang güya bizə deyirdi, bro. Məncə bu Quzu Gang'a görə onu İndiyada şoşqalayardılar, %100. Təşəkkürlər. Çox sağ olun. Növbəti sualım Həsən Ağa müəllim sizədir. Radikal çıxışlarınızın səbəbi nədədir? Gözəl sualdır, bəli. Çox sağ olun bu sualı mənə ünvanladığınıza görə. Əslində mənim radikal çıxışlarım yoxdur, heç vaxt olmayıb. Sadəcə mən yox, hətta bütün dünya bilir ki, bütün dünyada ümumiyyətlə media masonların Illuminati'nin əlindədir. Düzdürmü? Bəli. Təkcə sizin kanaldan başqa. Biz ona görə bu kanalı seçdik ki, burada ümumiyyətlə belə bir söhbət yoxdur və burada səmimiyyət var. Sizin gözəlliyiniz var, sizin səmimiyyətiniz var. Çox sağ olun. Çox sağ olun. Qızıl Səslər verilişidir. Qızıl Səslər, bəli. Bəli, çox sağ olun ki, bizi bura dəvət elədiniz. Sizlər layiqsiniz. Çox sağ olun ki, bizi bura dəvət elədiniz, yenə deyirəm. Və biz, yəni, necə deyim, mən də biz başqa-başqa sferanın adamlarıyıq. Onlar reperdirlər, mən aktyorum, amma belə baxanda hamımız səhnə adamıyıq. Bəli. Hamımız. Sadəcə mən onların biraz fikirlərinə qarşıyam, bəzi fikirlərinə. Çünki mən bir yaradıcı insan olaraq şəxsən istəməzdim gənclərə bu cür insanlar örnək olsunlar. Yəni, acığınıza gəlməsin. Pis mənə deyil mi? Sizdən şeir də alacağım. Hələ yaman işliyinə görə şeir yazırsınız, yazıcı şairsiniz da. Bəli, bəli. Həm də musiqiçiyəm. Musiqiçi, onu bilirəm. Həm də aktyoram. Bilirəm, demişəm. Bu qədər Qəndərə xanım, çox sağ olun. Təşəkkür edirəm. Növbəti sualım Remo. Sizə verəcəm sualı yenə, zəhmət olmasa. Siz bildiyimə görə ən elit gecə klublarının, rezidentlərinin səviyyəli partilərindən fərqlənmə nişanı nədədir? Nə deyirsən, Remo?
deməli, belə bir şey deyim. Elit klubların və qeyri-elit klubların veçirinkaları nə ilə fərqlənir? Bəli. Deməli, gözəl klublar, gözəl keçən partilər heç vaxtı yaratdığı, belə deyim də, posterlərdə və təqdimatda DJ-lərin adını yazmırlar, ümumiyyətlə. O şəxs ki, haradakı postda yazılır ki, DJ show və DJ-in adı yazılmır və sən oraya gedəcəksən, bilməyəcəksən ki, hansı musiqidir və s. Deməli, bu bomba və elit veçirinkadır. Bunu nəzərə almalıdır, yəni. Klub sferindən çox adam başı çıxmır, mən bunu deyirəm ki, sırf bunu nəzərə alsın. Və həmçinin o klublar ki, hansı ki, girişi pulla qoyurlar, o klublar deməli çox gözəl klublardır. Ora girəndə deməli çox gözəl partilərə və veçirinkalar sən öz gözünlə görəcəksən. Yəni, elit klubların və qeyri-elit klubların fərqi budur. Qədirə xanım. Çox sağ olun, təşəkkür edirəm. Siz də sağ olun. Növbəti sualım pastir. Əbdül Muzi sizə məlum belə batlist çıxmaq üçün təklif etdi. Əbdül Muzi biz ümumiyyətlə Maziyə bildirdik ki, bizə məlumla batıl maraqlı deyil. Amma dedik ki, bir şərtlə gələ bilərik ki, aradakı sizin təklifiniz bizi maraqlandıra bilər. Mazi dedi ki, mən bu batla görə sizə 3000 ödəyə bilərəm və 1000 manat dəyərində kredit götürmüşəm. Telefonumu, nə bilim, satmışam falan filan. Təbii ki, 4000 dəyərində pul bizi maraqlandırmır bu cür batıl üçün. O yüzden biz bu batıla imtina elədik. Nə vaxt ki, bizə, yenə deyirəm, bizi maraqlandıran, sinapsı maraqlandıran təkliflər eləyəcəklərsə, o vaxt biz batıla gələcəyik. Mən fürsətdən istifadə edib buradan öz komandama, Sinapsa salam demək istəyirəm. Drekə, Ovdiyə, Seybuya, Klevisə, Rioya, Togiyə, Murad Şugiyə, hamıya salam demək istəyirəm. Nə vaxt bizi maraqlandıracaq təkliflər eləyəcəklərsə, biz o vaxt batıla gələcəyik. Təşəkkür edirəm. İstərdim ki, növbəti suallarım yenə olacaq, ancaq istərdim ki, musiqiyə keçək. Keçək? Remo. God damn, God bless. Mənə maraqlı deyil, kimin qızları model, kimin papastus, kim havaya dolanın, kimi pulları lavve. Biz heç kimi almırıq, həyat biletdə şanslı. Yaşırıq hər anımızı son kimi partladırıq, necə Osama Bin Laden. Qulaqda bizim bomba, internetə yox qızıl fonda. Qoyuram tagləri bil, burada grime key, burada grime London. Mənə anca money, ağ oğlan eləyir zənci, vari. Rap, mənə Beyoncé, hana mənə hovuzda, mənə lazım Ferrari. Hipnoz banda, çevreleri bir toza anda. Həyat indi hip-hop panda, mənə lazım speed doza qanda. Boş ünvanda, beat, boş ünvanda, beat, boş ünvanda, beat, boş ünvanda. Bizi görmək çətin, biz şəhərdə ruhuq. Bizi batırmaq olmaz, oturmuşuq elə bil gəmsinə Nuhun. Bizə gecələr gündüz, bizə gecələr gündüz, bizə gecələr gündüz. Gecələr gündüz, bizə gecələr gündüz, bizə gecələr gündüz. Gecələr gündüz, bizə gecələr gündüz, bizə gecələr gündüz. MMA fight bro box ringi, gel başlam senin burada boss kimdi? Rap'te slash senin yaşın gedər, yine qaşınma beat senin başın gedər. Mənim bırakma mix, grime the best, qaldırıb məni yenə qıratma test. Səni çapacam döz, tapanca verse biz vah edəcəksən tapınca söz. Çox da yaxma səni üz verib bırakma da çox da yaxma. İçimdə səsdir pastır, bəbəlerimin bu işi bırakma vaxta. Qayıtmışam yenə mən güc atırıb, puldan batırıq çıxardırıq. Bu san qara dəli 3 bucaqdır, mənim başımda döymə var 3 oltulıq. Bizi görmək çətin, biz şəhərdə ruhuq. Bizi batırmaq olmaz, oturmuşuq elə bir gəmsinə Nuhun. Bizə gecələr gündüz, bizə gecələr gündüz, bizə gecələr gündüz. Gecələr gündüz, bizə gecələr gündüz, bizə gecələr gündüz. Gecələr gündüz, bizə gecələr gündüz, bizə gecələr gündüz. Sizə təşəkkür
təşəkkür edirəm. Çox sağ olun bu gözəl ifaya görə. Uğurlarınız həmişə bol olsun. Əlbəttə mənim gəncləri bu günlər dəvət eləmişəm. Vallahi elə bilirəm ki, mən də sizi kimi gəncəm. Allah sizi var eləsin. Növbəti sualı istərdim ki, ancaq şeirlə səsləndirə Həsən Ağa müəllim, aktyor, yazar, şair, musiqiçi. Çox sağ olun. Uğurlarınız bol olsun. Çox sağ olun. Çox sağ olun. Mən bayaqki suala tam cavab verə bilmədim. Buyurun. Yəni dediniz ki, niyə bu qədər radikal fikirlər səsləndirirsiniz? Əslində mən radikal fikirlər səsləndirmirəm. Mən sadəcə öz beynimdə olan, necə deyim, öz inandığım, bizə illərdir əzbərlətdirilən şeylərə qarşıyam. Misal üçün, mən inanıram ki, yer kürəsi düzdür. Amerikada belə bir şey var, flat earthçülər, yəni ki, düz dünyasılar. Onların hətta sübutları var ki, dünya düzdür. Və bu insanlar lazerlə mi deyim, bunlar deyirlər ki, əgər istəyirsinizsə dünyanın kürə olduğunu bizə başa salasınız, onda bizi göndərin kosmosa. Biz oradan baxaq da bu həqiqətin kürədir yoxsa yox. İkincisi, bayaq dediyim kimi o medianı idarə edən masonlar, biz niyə bu kanalı çekirik? Çünki bu kanalda masonların əli yoxdur, biz bundan əminik. Bu kanal, yəni səmimidir, öz müskidir. Və çox sağ olun ki, mənə bu şeirimi deməyə imkan yarattınız. Mən sadəcə bilmirəm, indi bu şeiri buradan necə oxuya biləcəm. Amma yenə də oxumağa çalışacağım. Şeirimin adı, bildiyiniz kimi dünyada son il yarımdır, pandemiya hökm sürür. Bəli. Və bu pandemiyadan insanları qurtarmaq üçün hamını könüllü adı altında vaksinə məcbur eləyirlər. Bəli. Mən şəxsən özüm 2 dənə Pfizer, 1 dənə Sinovac vurdurmuşam. Və o birilər də vurduracam. Mən sizə bütün pasportlarım olsun, mənə hər yerə buraxsınlar. Mən xarici ölkəyə çıxa bilmirəm buna görə. Bu qədər yaxşı, düz danışan insanlarsınız ki, mən sizə inanıram. Çox sağ olun, Gəlir xanım. Çox sağ olun, Gəlir xanım. Və mən bu pandemiya ilə əlaqədar bir vaksin şeiri yazmışam. Sadəcə ola bilər ki, biraz emosional olun, biraz belə səsimin tonunu qaldırım, amma şeir bunu tələb edir. Buyurun. Ağlama kassir, yanar dələyə taksit, çağır yasamaldan neftçilərə taksi, de ki 2 nəfərdilər, cibləri dolu mağazin. Bir gün Air Force, bir gün makasin, bir gün Bakubas, bir gün limuzin. Vurduq adama biz 2 dənə vaksin, sonra XO, sonra Mercy, sonra Hennessy. Kimə zirvə, kimə zirvəsi, nə başınız baş, nə gözünüz tərəzi, bir əlimdə yandıran, bir əlimdə kerasin, bura bizim məhəllə, bizim mərasim, bizim ərazi. Əsl intiqam havası. Həsən dağıtsın, paster talasın, şair var ki, vurub çox şairin arasın, çağırmışıq, özü gəlməyib, gəlib dayısı, atası. Gecə sarıyır, canavar yarasın. Bu gəldiyim yol, hələ bu yolun yarısı. Haqqıma girənin döyəcək qapısın. Haqqına düşənin aparacaq hamısın. İtin balası. Kimin xətası, kimin cəzası, kimin üzü qara, kimin üz qarası. Qadan alım təmiz adamların qadasın. Dünya satılıb yalana, yalancının ata batasın. Çox gözəl şeirdir. Ola bilər ki, biraz emosional oldum. Sadəcə mən bu... Çox gözəl şeirdir, əllərin var olsun. Çox sağ olun, var olun. Uğurların həmişə bol olsun. Təşəkkür edirəm sizə. Bildiyiniz kimi istərdim ki, Remo, çox bir dənə sual vermək istərdim sizə yenə. TikTokda çox böyük kütlə sahibisiniz da. Bir də çəkdiyiniz bu videolar elit evdə və Pantyhouse-dur. Siz bu qədər pul və hardan qazanırsınız? Qəmrə xanım, deməli, mən TikToka deməli təzəlicə başlayanda çox böyük kütlə yığmağa başladım və özümdən çox mənim TikTokda təsbihim məşhur oldu. Bu, belə də demək olar ki, mən qaldım Belqradda və bu təsbihi məndən çox tanıyan oldu. Ona görə mən bir müddət sonra qeydə aldım ki, təsbih mağazası açım və təsbih biznesinə girişim. Və təsbih biznesinə girişəndən sonra mənim biznesim çox gözəl getməyə başladı və ondan sonra da mənim kütlədə izləyicilərim də buradan bilir, qəşəng lozunq var təsbihlə. Oradan çox gözəl gəlir gəlməyə başladı və o gəlirin nəticəsində də mənim çəkdiyim bu evlər və s. Buyurun. Siz bax deyirsiniz ki, TikTok təsbih, siz bu cür şeylərlə, bu Azərbaycan gəncliyinə nə töhfə verirsiniz? Yəni bu təsbih ilə məzələnmə, təsbih, nə bilim, əslində vaxt olub ki, Bakının kəndlərində insan kişi-kişidən borcu alanda təsbihini oraya qoyurmuş ki, bu qalsın, borcu verəndə götürərəm. Təsbih bu qədər önəmli bir şeydir əslində. Və siz bu təsbih ilə bu qədər, bilmirəm, mən başa düşəm, mən demirəm, gənclər təsbih fırlatsın. Sadəcə bu qədər, necə deyim,
bunun üzərindən öz PR-ınızı aparmaq, yəni düzgün deyil məncə. Və sizin gənclərə olacağınız örnək, mən bilmirəm nə qədər, yəni yaxşı olacaq, müsbət olacaq. Heç görmürəm onu mən sizdə. Bağışlayın. Sənin söhbətin lap bilirsən nəyə oxşadı, o olur, onu sonra danışarıq. Bilirsən nəyə oxşadı, lap o təsbih sallanan maşında siqaret çəkmə söhbətinə oxşadı. Təsbihlər də bölünür bir neçə növə, belə deyim də. Var, mənim sırf videolarda işlətdiyim və sırf cəmaata təbliğ edədiyim təsbih aksesuar təsbihidir. Daşları ilə sayaraq, yəni ki, bu aksesuar üçün sağ olun. Bu aksesuar üçündür. Yəni bunun heç bir adiyyəti yoxdur. Siz dediyiniz təsbihlərə heç bir adiyyəti yoxdur. Bu aksesuar olur. O sənin fikrində elədir. Sənin elə o təsbih bərəkət rəmzidir. Sənin elə o boğazındakı olan o taxtadan bançıqla bağlı düşüncən elə bura kimidir, yəni mən deyim. Biraz müasirləşmək lazımdır məncə, belə deyərəm. Hərənin öz fikri var da. Hərənin öz fikri var. Onda belə deyək, köhnədən ballarda zatda kişilər də bançıq taxırdı, qara bançıq taxırdı. Ona bançıq söhbət eləyəndə bançıqını qoyurdu ki, yəni ki, burada bançıq qoydum, mən burada bançıqını boş yerinə zat şey edirəm. Amma sən də bançıq eləmirsən, taxta bançıq taxıb gəlmirsən burada. Belə şey o. Baxarıq ona. Sizi altını. Məncə sən bu növbəti sualım oldu. Olar mı? Buyurun. Gördüm ki, Instagramda siz 6 nəfəri izləyirsiniz. Kimlərdir bunlar, deyə bilərsiniz zəhmətlə? Mən Instagramda izləyirəm Bayram Nurlunu, izləyirəm Məleykə Əsədovanı, izləyirəm, səhv eləmirəmsə, Maral Tahir qızını, bir də izləyirəm 20-ci kalibr Ercini. Bu artıq düşünürəm ki, kifayətdir bu qədər. Sən deyirsən ki, bizim reperlərdən xoşum gəlmir, yəni və s. Amma hamısını izləyirsən, kimə baxır, kimə baxmır. Belə də olmalıdır. Remo, sual verəcəm sizə. Bəli, Qənirə xanım, buyurun. Deməli, rock oyun kulu niyə dağıldı, bəlkə biləsiniz? ROC niyə görə dağıldı? Deməli, Qənirə xanım, o vaxtlarım bir pokoleniya var idi. O pokoleniyada var idi Caspian klan, Repault klan var idi, Postun pokoleniyası idi. Bir dənə şey eləməmiş, bir dənə zəhmət olmasa köməkçiyə denən maşından gülləri gətirsin də. Deməli, o vaxtlarım Repault klan var idi. Repault klanın bir üzvü də, belə deyək, Okabar idi, çox tanınmış bir reper idi. Sizin yerlibizdir, kstati, və onu biz çox sevirik, bizim dostumuzdur. Və o vaxtlarım hər bir kütlə özünü bir, belə deyim də, heyvanla müqayisə eləyirdi. Xost qrupu özünü qarğalarla müqayisə eləyirdi. Repault klanda özünü canavarlarla, belə deyək. Günlərin bir günü ən böyük, Xostun ən böyükləri Aziya, ən böyük qarğası, belə deyək, gəldi, dedi ki, Okaberi mən istəyirəm öz kütləmə çəkim biraz, öz kütləmizdə, bizim kütlədə olsun. Okaber oturdu, fikirləşdi ki, mən artıq canavarlarla bir yerdə olmaq istəmirəm və bugündən mən işimi Xostla görəcəm, gələcəm qarğalarla iş görəcəm və qarğaların yanına gedəndə belədir, Repault klan həmin günü dağıldı, çox təəssüf ki, ROC də ki, elə getdi, yəni Pastor da onun şahidi olubdu o vaxtlar, çox təəssüf ki, Repault klanı bu çox gözəl qrup idi və canavar, belə deyək, ideologiyasını təbliğ edərək biz çox gözəl treklər o vaxt yaradırdıq. Çox təəssüf ki, Oka getdi Xost tərəfə, qarğaların yanına, bu həmçinin Rıcının da orada bir əli var idi, indi bizdən battle-a çıxmaq istəyir. Ona görə də Repault klan dağıldı, çox təəssüf ki, amma indiyə kimi qalsaydı çox bomba bir, güclü bir klan olacaqdı, qrup o şəkilində biz davamlı olaraq iş göstərəcəkdik öz nailiyyətlərimizi, işlərimizi və s. Özüm yenə sizə bir sual vermək istəyirəm. Bəli, buyurun. Yəni siz gənclərsiniz də hamı. Bəli. Sonra olan gələn gənclərə dəstək olursunuzmu? Dəstək təbii. Sual sizə də Təbii aiddir. ki, dəstək oluruq. Hətta Pastorun bir klipi də var. Müəllim kimi gəlirlər də yanınıza sizə. Bəli, gəlirlər. Hətta ustad deyirlər və ustad, bəli. Siz ustadsınız da. Bəli, neçə ildir. Böyümüşük, qocalmışıq, belə demək olar bu sənətin içində. Hətta Pastorun pulumu doktora
içində də cavan reperlər var. Pastor onları da çox gözəl belə geyindirib, hamısını oxutdurub doğrudan onlar da. Özün də bir iki kəlmə deyərsən o barədə məncə. Buyurun, siz də gənclərə dəstək. Çox sağ olun. Biz dəstəyi gənclərə, mən öz təzə klipimdə Jayco in the Building var, freshmandir, təzə artistdir, təzə reperdir. Onu öz mahnımda duet eləmişəm. Sonra Ace Gold var, hal-hazırda Trap Lord sayılır. Onu da öz mahnıma duetə çağırmışam. Çünki yeni insanları təqdim eləmək lazımdır. Mən elə düşünürəm ki, hər bir artistin, sənətkarın öz vaxtı var. Bir müddətdən sonra artıq hər şeyin vaxtı olduğu qədər bizim də öz vaxtımız var. Yeni artistlər təqdim eləməliyik. Bundan əlavə də biz Synapse label açmışıq. O labela bütün gəncləri götürürük. Məsəl üçün təzə götürmüşük Rionu. Çox yaxşı nəticələri var. Çox sağ olun. Bundan sonra da yəqin ki, davam elətdirəcəyik. Yeni bir label açacağıq, studiya açacağıq. Və kim istedadlıdırsa qapımız açılır. Azərbaycanın yek reperləri sizlərsiniz, mən bilirəm. Ona görə də bugün sizi qonaq dəvət elədim. Öz Qızıl Səslər verilişimə gənclərə dəstək mövzusunda belə. Çox sağ olun. İstərdim ki, sizdən musiqi alım da. Okey. Gözəl bir musiqi. Güllərimiz gəldi. Təşəkkür edirəm. Çox sağ olun. Gözəl güllərə, gül dəstəsinə. Təşəkkür edirəm. Çox sağ olun. Gözəl gül dəstəyinə görə sizlərə təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Yaxşı ki, sizlər varsınız. Bu birinci deyil, nə də sonuncu deyil. Növbəti verilişimizdə yenə sizi dəvət edəcəm. Bilirəm ki, razı qalacaqsınız. Çox sağ olun. Təşəkkürlər. Allah sizi var eləsin. Yox. Yox. Bu elə hamınıza aiddir. Fərqi yoxdur mənim üçün. Yox, yəni bu əslində mən şeir istəyəcəm, əzizlik edəcək. Mən o şeiri onda sizə hitap edəcəm və mən əminəm ki, mənim şeirim bu güllərdən də yaxşı olacaq. Bəli, amma mən sizlə hələ duet oxuyacağım. Bu nə danışırsınız? Gül solur, amma insanların qəlbi solmasın. Bəli. Bəli. Sizlərə təşəkkürümü bildirirəm. Çox sağ olun. Önümden çekil Çekin beni çekin Terezim sakla malı çekmiyor Reparti saklamalı çekin Bu getele yol Nece geri dönüm Pulumun yeri cebim Gözümün yeri könül Eşeği ona alanda 5 ver Ged özü keşfet Gelip benimle dreşme 20 freshman Daha rahat yazıram ki daha rahat Eliyesiz səsim Seviyesiz tersi atın Ne kadar ki çıkarmıyor Babiyesiz sesim Get on my way Yani ki önümü kesme Ged ona de Sev bu sevilir resmen Reçerim esmer Keserim söz ve sesle Gözümü döyme Gözümü gözle Üstümde chains heli gel Elimde xəz dəri Stil pali bəri Bunların hamısı beynimdədir Bunların hamısı qəbirdədir Bunların hamısı qəbirdədir Bunların hamısı qəbirdədir Bunların hamısı qəbirdədir İki telefonuma atıla SMS Tanrıya yaxından baxıram, zirvəmiz ucadı adlanır Everest Boz tanımı bunlara gasplay, nigga tanrının planı Kolumda GPS, A-money backchain boyunda VVS Hamı yatıp gece mən oyak, hamı fıyım ama mən oyam İzleyim boss indi binada çəkilirəm mən sevdiğim kinoya Koyuram paketi çoraba, gezirəm Bakını sonra da Yanımda çok adam var, 10 milərə salam sağ olun orada Sevirəm şəhərimi, sevirəm qızımı Sevirəm dərimi, sevirəm qızılı Deyiləm ağıla sığılam Bulğurun ardını çıxıram Danışma ağzı qıfılla Mənə lazım bir ardında sıfırlar Öləcəm neçədə Bilirəm öləcəm necə mən Deyil ki bilirəm vecimə İşıqlı gün üçün keçirəm gecədən Üstümdə chains həli gəri Enimdə xəz dəri Stil pali bəri Bunların hamısı beynimdədir Bunların hamısı qəbirdədir Bunların hamısı qəbirdədir
hamısı qəbirdədir. Pulların hamısı qəbirdədir. Dəyərli tamaşaçılarımız, bu gözəl gənc reperlərə mən öz təşəkkürümü bildirirəm. Yaxşı ki, vardılar, yaxşı ki, bugün sayğı göstərdilər. Qızıl Səslər verilişini ümumi mənim verilişimə gəldilər. Deməli, neçə dənə kanallar çağırsa da getməyiblər, birinci mənim verilişimə gəldilər. Təşəkkür edirəm sizlər, yaxşı ki, varsınız. İstərdim ki, bu Həsən ağa aktyor, musiqiçi, gözəl aktyor, nə bilim mən, şair, yazıcı, bir gözəl ifa edə. Mən əslində sevə-sevə sizə ifa eləyərdim. Sadəcə bu mikrofonu taxmaq üçün nəsə varmı? Vaqif Səmədoğlu'nun Bəli, Vaqif Səmədoğlu'nun İçən günlərimi sayır şeirini mən bəstələmişəm. Reper olaraq yox. Bir musiqiçi kimi. Əllərin var olsun. Buyurun. Çox sağ. Sadəcə bu mikrofonu taxmaq üçün nəsə varsa mən gitarla onu canlı ifa eləyə bilərdim sizə. Orada bir ştativ görürəm elə bil. Deyə balaca. Zəhmət olmasa. Repertuarım. Səs. O repertuar olurlar, ona görə çox deyirəm. Yanımda dursun, gözümün qabağında dursun oğlum. Mən bakal yanında barmağım kəsilib, ona görə biraz ola bilər ki, biraz səslənmə pis olsun. Amma yenə bu göz barmağım burada kəsilib var. Çox pis kəsilib. Ben bununla not tuta bilmirəm, ona görə deyirəm. Ola bilər ki, burada biraz xoruz olsun, o boş şeydir. Bu bir saniye xahiş edirəm. Belə Yox, mənim sözü heç vaxt. Давайте будем жить дружно. Mənim heç vaxt. Yox, mən gitara kökdə. Neyse, belə deyim. İçən günlərimi sayır, yenə də barmaqların. Sənə sarxoş gözüm baxır, mənə də barmaqların. Kökdə deyil, Qənərə xan, bir saniyə. Mən bunu kökləyim, olarmı? Yaxşıdır. Bir dəqiqə biz gedəcək, bir dəqiqə biz. Proszę. Gitar. Mənim gözlərim necə görmürəm. Bir saniyəvizi alacağım, bir saniyəvizi. Bir saniye, bir şey hazırdır. Bağışlayın. Hazır. İçən günlərimi sayır, yenə də barmaqların. Sənə sərxoş gözüm baxır, mənə də barmaqların. İçən günlərimi sayır, yenə də barmaqların. Sənə sərxoş gözüm baxır, mənə də barmaqların. Günlərimin çoxu gedib, daha sayma heç nəyi. Bir şeyə söykənməlidir axı insan ürəyi. Səbəblərin hamısı boş, səbəblər yalnız səbəb. Hər şey bəhanədir gülüm, ömür ölüm qəmməzsə. İçən günlərimi sayır, yenə də barmaqların. Sənə sərxoş gözüm baxır, mənə də barmaqların. İçən günlərimi sayır, yenə də barmaqların. Sənə sərxoş gözüm baxır, mənə də barmaqların. Günlərimin çoxu gedib, daha sayma heç nəyi. Bir şeyə söykənməlidir axı insan ürəyi. Yaxı içkidə batmayıb, insan kədər dərdi. Batsaydı insan dərdindən, Allah özü içərdi. Hey, oh.
Mən heç vaxt uzadılan əli geri qaytarmıram. Mən sizlə həmişə dost olaram. Amma biraz tərzinizi dəyişin. Biraz bizim gənclərə, siz mənim bayaq açkimlə, mənim eynəyimlə, mənim buradakı kəpənəyimlə məzələndiniz və bu istər-istəməz məni biraz, necə deyim? Qıcıqlandırmadı. Mən biraz depressiyaya düşdüm. Mən yaradıcı insanam, mən artistəm, mən yaradıcılar. Onlar yaradıcılar, amma onlar daha azaddılar. Daha azaddılar. Mənim uşaqlıqda aldığım travmaları onlar almayıblar. Mən bu dəqiqə niyə bu vəziyyətdəyəm? Yəni mənim təbiətim belədir, mən beləyəm. Zarafat edirlər sizə. Dostlarınızdır, zarafat edirlər. Buradan köməkçi edeyim. Bir dənə zəhmət olmasa o elit brend mallardan 3-4 dənə zakaz verin, bunun vidini dəyişir, uşaqlıq travması düzəlsin. Geyindirərik bunu şeydən sonra, tamam? Təşəkkür edirəm, çox Məncə sağ olun. sən evə gedə bilərsən artıq. Bu gözəl ifaya görə çox sağ ol Həsən ağa, təşəkkür edirəm. Amma dəyərli tamaşaçılarımıza bir söz demək istəyirəm, onlar bilirlər. Amma bu gözəl qonaqlara, gənc qonaqlara demək istəyirəm ki, mən də bir gözəl ifa eləyim, ürəyiniz açılsın. 100%. Qulağımız musiqi. Hər yanda bax gül açılır, gəl gözəl pəri. Olmuş adın hek içində, dilər əzbəri. Aman məndən ayrı, ürəyimdə var yeri. Çıxmır xatirimdən bir an, sənin qara gözlərin. Mən könlümü hər gözələ vermərəm inan. Mən hər gülü, hər çiçəyi dərmərəm bir an. Hər yanda bax gül açılır, gəl gözəl pəri. Olmuş adın hek içində, dilər əzbəri. Aman məndən ayrı, ürəyimdə var yeri. Çıxmır xatirimdən bir an, sənin qara gözlərin. Mən könlümü hər gözələ vermərəm inan. Mən hər gülü, hər çiçəyi dərmərəm bir an. Mən qəlbimi hər gözələ vermərəm inan. Mən hər gülü, hər çiçəyi dərmərəm inan. Gözlərim görüb gözəl, ürəyim sevib səni. Sevmərəm mən öz gülümdən, gözəlimdən özgəni. Mən könlümü hər gözələ vermərəm inan. Mən hər gülü, hər çiçəyi dərmərəm bir an. Aman olma məndən ayrı. Təşəkkür edirəm sizlərə. Mənim mahnımı bəyəndinizmi? Çox gözəl səsiniz var, çox gözəl ifadınız var. Dayanmadan mən də keçdim DJ-lik elədim. Ürəyiniz açılsın, nə bəstəkar mahnısında ifa eləyim. Əslində ürəyimiz açıldı. O qədər refin üstündən çox gözəldir. Sən hələ bir sakit durma. Birazdan mən sənə bir şeir də dizdirəcəm, ifadə elətdirəcəm. İstərdim ki, Remo sizə bir sual verim. Deməli, sualım belədir. Xırt niyə Snapston ayrıldı sizdən? Ekspert niyə ayrıldı bizdən?
Snapchat-da. Snapchat ekspert niyə Da, da. ayrılıbdır? Onu məncə pastor cavab versə daha məntiqli olar. Ekspert bizdən niyə ayrıldı? Bəli, bəli. O ekspert Amerikaya getdi, qayıtdı və planları dəyişdi Synapse Production-la bağlı. 101-də kanal açdı, təzə label qurdu, yeni istedadlı insanları cəlb elədi və mən düşünürəm ki, 101 və Synapse Production bu dəqiqə Azrapi hal-hazırda idarə edir. Belə daha gözəldir, belə daha yaxşıdır. Ekspertin fikrinə, düşüncəsinə hörmət eləməkdən başqa bir əlacımız yoxdur. Düzdür, hamı soruşur, hamı maraqlanır ki, niyə əvvəlki kimi fitlər yoxdur. Qismət, bəlkə oldu. Sualım sizə zəhmət olsun. Mən elə bilirdim onu da Rıcı yox, Aziya başını pişirdi apardı. Məncə Aziya ancaq cover yığmaqla məşğuldur. Yox, mən elə tanıyıram. Siz yox? Arada bir prosto o kaderi də apardı. Sizə sualdır ki, yəni siz dəyərli ustadlarsınız, böyüksünüz. Bəli. Sizin də məsələn ustad belə adamlar varmı ki, reperlər, sizə paxıllanan varmı? Çəkənlər varmı? Biraz qabağa gedəndə görürsünüz, söz söhbət olurmu, işləyirsiniz mi söz söhbətlərinizi? Yox, məncə, niyə görə? Çünki vaxtında biz sözümüzü elə demişik ki... Sizdən üstün tutanlar, yəni olur da birdən. Onların hamısını dövmüşük biz vaxtı ikən. Ona görə heç şey deyəm. Mən siz danışmaya qorxuram davadan. Yox, estağfurullah, yox, bura heç bir adiyyəti yoxdur. Siz var eləsin. Yox, yəni, mehriban olar. Mehriban olsun. Belələri olmasa biz mehriban olarıq da. Yəni görmürsünüz 2 dəqiqədən bir. Saadətdir, mehribanlıq, Ona bir dənə Gucci bantik zakaz verin, gəlsin Gucci bantik hədiyyə, bantik hədiyyə verirsə taxta ilə gəlib burada. Bantikə keçməzdən əvvəl o musiqi ifa eləməlidir. Elə bu ştirak buna musiqi ilə olsun. O elə musiqisi də bantikinə oxşayır. İndi tamaşaçı sevir də. Yes, məncə... Tamaşaçı bilir ki, siz öz aranızda zarafat eləyirsiniz, mehribansınız. Ona görə də mən dedim. Onu məncə AliExpress-dən zakaz eləyiblər, amma hələ gəlməyib. Buyur, Həsən. Yığır hələ. Əlində mikrofon tuta bilməyəndir. Mikrofon söndü eləmi? Niyə? İşləyir mikrofonu mu? İşləyir. Əlində mikrofon tuta bilməyən reper deməyəcəm nəyə bənzəyir. Zəhmət olmasa musiqiyə keçin. Bu alətin adı nədir? Bu alətin adı həldir. Xahiş edirəm. Hel yox, bizondur. Bu alətin adı həngi gəlir efendim. Həngi. Həng. Bu? Bunu deməliyəm, yadımdan çıxdı. Zəhmət olmasa. Mən buradan X-Cross magazininə, dizayner Elşada və Room Studio salona salamlarımı göndərirəm. Elə bunun videona baxanda elə bildik ki, Poli Studiyası ancaq salam göndərmək istəyir. Yox o, xeylinlə. Amma bu alət saca oxşur, yox? Bu sac deyil, bu həngdir. Oxşur, həngdir də. Oxşur deyəndə ki, oxşamır əslində, amma ki, oxşuyur. Mən belə alət... Belə üstündə lavaş eləmək üçün zat belə bir şey yox. Amma bunun, siz görsəz ki, necə gözəl səsi var və mən buna necə ifadə eləyə bilirəm. Gözəl sizin də səsiniz var, gözəl ifadə edirsiniz. Buyurun, tamaşaçılar sizin ifadə edirsiniz. Biz ümumiyyətlə nəsillicə beləyik. Deməli, sizin nəsildə bir musiqici var. Bizim nəsildə, mənim hətta babam, ulu babam, oxuyan vaxt ölüb. Allah rəhmət eləsin. Ürəyi partlayıb ölüb. Hirfdən keçib da, demək. Bizdə bu xronikidir da bu. Biz həmişə, biraz rus söz oldu, biz həmişə, bizim nəsildən demək olar, hamı səhnə adamıdır. Hamının səsi var, hamı bütün alətləri ifa eləyə bilir, şeir yazırlar, mahnı yaz, bəstəlirlər. Nəsilliklə də siz musiqiçisiniz. Genetikdir bu, genetikdir bu. Amma heç bir reper deyənməz ki, bu mənim genetikdir. Çünki 50 il əvvəl rep yox idi. Sən burada rəhmətə gəlsən bizim üstümüzdə qalır. Ola bilər, Allah eləməsin. Ola bilər. Allah eləmir ki, bəndə eləyir, görürsünüz də. Bəndə deyir də, zarafat eləyir. Mən elə zarafat götürmürəm, mənim olanın zarafatım yox. Öz başına mı götürmürsən, qoy deyir də odurlar. Öz ifamı eləyim, xahiş edirəm mən. Buyur, qoy ifasını eləsin, zəhmət olmasa. Ürəyimiz açılsın. Doğrudan gözəl alətdir.
Zəhmət olmasa elə ardıca. Elə bax bu alətlə də ifanı ilə. Bu aləti əslində Bəli, elə bununla da ifa ilə bitirək ifanı. Hələ də öyrənirəm əslində bunu mən. Bunda sadəcə bunun üstündə Hindlilər bundan ifa edir. Mən bunu təzə almışım. Mən bunu AliExpress-dən zakaz etdim. Bu 1 həftədir gəlib. Bu 2 həftədir gəlib. Bunda biraz öyrənmişim. Bu isə keçən ay gəlmişdi. Bunu bir dənə bəstəm oldu. Bu belə, bunu da hələ də öyrənirəm. İndi oriental rəqsləri öyrənirəm. Çox gözəl. Şeirləriniz də zəhmət olmasa bir səsləndirin. Siz niyə mənə belə tez batar yolu verməyə çalışırsınız? Son başa düşmədim. Yox, təbii ki, xalqımız səni sevir. Mən tamaşaçılara demişdim ki, bugün reperlər gələcək. Sizin haqqınızda demişdim. Çox naqidimiz reperlər. Deyərdiniz ki, reperlər və aktyor gələcək. Demişəm. Deməmişsiniz. Sizə elə gəlir, indi görürsünüz. Mənim növbəti şeirim xahiş edirəm. Səs var. Göydən yağış hönkür-hönkür ağladı. Mələklərin yerə yaxın olduğunu, dua günü çatdığını, ulduzsuz qaranlıq gecədə zülmət içində bir cəcə açmış qanadını incəcə, uçan ruhu qəbul etmiş mələkcə, yaşamaq üçün oğurladım bir çörək, ixtiyarım yoxdur ki, yaşamaq üçün oğurlayım min bir at. Rüsvayçılıq damğasının sarsıntısının başqasına yüklədin, mənə desin 100 at, tüpürüm, udum, qurtum, içim, didim, sicim, kilim, dilim, bilim, yiyim. Tüpürüm sizə hündür ağac başından, tüpürdünüz mənə alçaq ağac başından, öskürə, pis gülmə, kifayətdir demə mənə. Küçədən gəlib küçəyə gedən milçəyə bax, bir çəyə bax. And için, o nə deməkdir? İçdim suyu, tikdim. Yün kisəsi yumurtadan bu gələn qız həmən qızdır, çox qəşən qızdır, ola bilməz. Atlas geyim xəs paltoda, sənə deyirəm məni tanıdın, xəyalpərəst üsulca, ehtiyatlı axdın suya, qaranlıq qızın gözlərində şərab sərin, dəhşətli şeydir ehtiyac, cənab gəlin Victor Hugo fikrə dalmış. Pencəyi qırış, rəngi saralmış, oğluna nə dedi şeytana, bu nədir axı zınqırov? Keçəcəksən səsini ya yox. Mən oynaya bilmirəm. Ölü kimi saralmışam. Cibim boşdur, başım yoxdur. Kuklaya oxşayan moddur. Lütün birisi, kütün zırısı, küdün dərisi, onun irisi. Yəqin mənim heç vaxt anam olmayıbdır. Atam da ki, mən zavallı qızcığaz. Aman Allah, nə üçün qapı örtüldü? O bir qapı açıldı. Ölülər məzardan qaçırdı. Ayağa qalxdı. Boynuma taxtı, götürmə taxtı. Oturacağım, dedi mənə. Səbəb oldu keçən gecə yarısı, güclü yağış, ay işığı, unutmaram o səsləri. Sürünürdü meyit iyi, əlləşirdi, kəsilmirdi. İniltili yerdən səsi, siz o tayda təksiniz, siz bu tayda səssiniz. 9 yaşıma az qalmış bir qığılcım parladı, kəsim səsimi deyəcəksiniz. Bir də ki mən tezliklə, əlbəttə günəş çağladı. Göydə günəş sevincdən hönkür ağladı. Əl çalın. Çalmasınlar. Mənim heç bir alqışa ehtiyacım yoxdur. Mənim öz alqışım özümə yetər. Öz bildiklərim özümə bəs. Tamaşaçılar sizin hamınızda sevir. Qulaq, qışqırırsan uşaqlara pis təsir edir. Mənim emosional şeirdir. Mənim şeirimə qaydam. Gələn dəfə şeir oxurandı, beləsi yavaş oxub partlayacaqsın. Arxanda balıqlar qaçdı, ala. Yoxdurlar, geyiblər öşə, baxma. Arxasındakı bilirsiniz nədir? Qızıl balıq. Bəli, gördünüz? Olmaz. Gələnə xanım, biz bildik ki, sizin efirdə kitablara tezizə ehtiyac olur. Bəli, mən ona görə dedim ki, bu kitablar nə kitablardır? Bu kitabları səhədiyyə gətirmişik. Bunun əslində mənim bir dostum, heç özüm də bilmirəm nə kitablarıdır. Amma kitabdır da, yəni nə bilim, divan altına falan qoymaq. Mən bir də... Buyurun. Gözəl kitablardır. Mənim əslində sözümü qutardı. Buyurun. Mən hələ sizdən qutarmayı baxı, biz demişdim ki, duet ifa eləyəcəksiniz. Sizlə mi? Bəli. Amma biz bir ortaq mahnı seçə bilmədik sizlə. Bəxtiyar Günü filmi
bilmirəm, bilirsiniz o mahnını. Hansı mahnını yəni? Bir vaxt uşaq Ancaq o sözü bilirəm. Dost dedin Ancaq mənə. Orada başqa bilmirəm. Mən belə eləyirəm. Bir ikisini, siz ifa elərsiniz, mən deyərəm. Mən axı mən onu çəkərəm. Ну ладно, тогда я буду. Onu çəkərəm, bunu bilirəm. Mən sözümü eləyə bilərəm sözü. Nay 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 nay. Bir vaxt uşaq idin, dost dedin mənə. Baş açıq, ayaq yalın, gəzərdik hər yanı. Səni gördüm, dostum, yad etdin məni. Bir şirin yuxu kimi ötən uçaqları. Atmiyə, nə üçün, sən beləydin bəs bugün. Atmiyə, nə üçün, tuta bilmədim. Mən sözüm oraya çatmır. Amma mən bildim siz nə deyirsiniz. Yaşaysan, nə gözəlsən, bu axşam sən əziz dost, nə gözəlsən. Nə qəşəngsən, bu axşam sən əziz dost, əziz dost. Məncə o qədər ehtiyac yoxdur, yəni. Təşəkkür edirəm, çox sağ olun. Sizin xətrinizə oxudum, siz demişdiniz ki, biz canlı ifa oxuyasınız ona görə də. İndi istərdim ki, yenə elə mikrofon əlimizdə də sizə yenə bir söz verəm. Yəni, bu sənətə gəlməyinizdə sizin ustadlarınız olub mu, müəlliminiz? Olar mı? Sizin müəlliminiz olmalıdır da, ustadlarınız onlardan öyrənməlisiniz. Yəni, sizə də o sual aiddir, müəllim. Belə fərdi olaraq müəllimimiz olmayıb, amma uşaqlıqdan... Bədahətəm gəlib. Yox, xarici reperləri dinləyə-dinləyə, məsəl üçün Tupakdan başlayaraq, daha sonra biz uşaqlıqda Anar Nalbaza qulaq asırdıq, daha sonra Elşad Xosaya qulaq asırdıq, daha sonra Hüseyin Dəriyə qulaq asırdıq, onlar da gözəl ustadlardır. Ondan sonra artıq biz insanları öyrənəndən sonra... Özünüz ustad sayılırsınız da, bəli. Çox sağ olun. Biz artıq onları öyrənəndən sonra və artıq onlar bizim üçün bir piləkən oldu növbəti sənət mərhələsinə. Biz keçdik xarici musiqilərə dinləməyə, daha profesional məşğul olmağa. Mən təsadüfən radioda Eminemin I'm Sorry Mama trackini eşitdim. Hər şey oradan başladı. Daha belə açıldı bir geniş bir platforma. Özlərimdə işləməyə başladım. Amma biz yerli də musiqilərə qulaq asırıq. Hamını sevirik, sənətə hörmətimiz var. Çalışırıq yerli müğənnilərlə iş görək. Yollarınız bol olsun həmişə. Çox sağ olun. Biz Niyaməddin Musayevə zəng elədik, istədik onunla bir şey eləyək. Çünki ilk dəfə rock musiqisini, rock akordlarını, Dünya Sənin, Dünya Mənim musiqisini, ilk o akordları düşünürəm ki, Niyaməddin Musayev gətirib. Biz düzdür onunla əlaqə saxladıq, bir-birimizi başa düşə bilmədik. Amma bizim hörmətimiz var. Biz hamıya hörmət edirik, musiqilərini bəyənirik. Repertuar başqa, yəqin ki... Biz istəyirdik necəsə bir müasir musiqi ilə ayaqlaşaq. Bəli, əlbəttə. Amma təəssüf ki, alınmadı. İndi görək, nə alınır. Çalışacağıq. Təşəkkür edirəm, sağolun sizə zəhmət olmasa. Bəli, mən yəni ki, bir şey nəzərə ala bilərəm ki, o vaxtların biz keçmişimizi unutmamalıyıq. O vaxtların Elşad Xosa və Hüseyin Dəryanın bifi var idi. O zaman çox maraq yaranmışdı rapə. Allah da buradan Hüseyin Dəryaya da oradan rəhmət eləsin. Allah rəhmət eləsin. Çox gözəl insan olub, çox gözəl oğlan olubdu. Onu mən həmişə qeyd eləmişəm. Çox gözəl ustad olubdu Hüseyin Dərya. Amma ümumiyyətlə məni rapə öyrədən, yəni rapə gətirən mənim ustadım Eminem olubdu. Sırf Lose Yourself trackindən mən onu dinləyəndən sonra məndə başlayıbdı bu yazmaqlar və s. Sonra ondan sonra da biz elə Paster'la ilk trackimizi yazdıq bir yerdə. Dislike elə Up tracki idi. Çox bomba track çıxdı. Lose Yourself'dan sonra biz onu yazdıq, yadındadır. Və bu qədər. Uşaqlıqdan mı bu sənət sizin içinizdə var, bu rap demək? Bir də nədən sizə belə təxəllüsünlə Reco belə deyirlər də onu? Yox, Erci evdədir. Hər Erci gələndə istəyirəm ki, Remo. Bəli, uşaqlıqdan var. Uşaqlıqdan elə oturmuşdum, güzgün qabağında özümə baxırdım.
Remo adı orada gəldi mən. İndiyənə kimi də soruşurlar ki, Remo adını sən necə seçmirsən? Mənim özümün xəbəri yoxdur. Yaraşır ama öz yaraşır da oradan. Çox sağ olun Qədirə xanım. Amma yenə bir sual vermək istərdim. Yəni əgər ki siz reper olmasaydınız, nə sənət olardınız? Nə sənət seçərdiniz? Sən bir dəqiqə deyən. Əslində mən nəqliyyatı qurtarmışam və mənim təxəssüsüm yol polisidir. Yox. Moskva Dövlət Açıq Universitetini avtonəqliyyat doğrudan. Niyə şeir deyirsən bəs? Niyə şeir deyirsən? O qədər incə sənəti bilirsiniz necə? O qədər incə sənəti bitirməyən yoldaşlar var ki, amma deməli talantlılar ona görə yəni sənəti seçirlər də. Sənəti seçməkdə çox xoşbəxtsizmi? Təbii ki. Təbii ki, çox xoşbəxtəm. Bəli. Çox sizcə yaraşır. Əlbəttə yaraşır. Sizcə mən doğrudan mən reper olmasaydım Qədirə xanım, sizcə mən kim ola bilərdim belə deyək? Polis rəisi, polis. Ay maşallah, ay çox sağ olun Qədirə xanım. Bəs bu? Elə o da sizin yanınızda. Bu da mənim işim olacaq, hə? Zamistir. Gördünüz, zamistir. Bəs buna şeir yaraşır, mahnı yaraşır, oxumaq yaraşır. Çünki musiqiçidir. Əslində ona görə ki, bunu irsdən gəlib də musiqiçilik, dədə, baba, nənə. Bunu babalarımıza Allah rəhmət eləsin. Mənim babamın atası. Mikrofona danışarsın. Mənim babamın atası səhnədə dünyasını dəyişib, oxuduğu yerdə. Allah rəhmət eləsin. Deməli, bu musiqiçidir, bu müğənnidir, bunlar irsdən gəlir də. Bəziləri, məsələn, nəsildə bir dənə olur, o da ki... Sizə qurban olum, söhbət budur da, bu irsdən gəlir. Bu irsdən gələn bir şeydir. Amma rep irsdən gələ bilməz. İçdən gəlir, yox. İrsdən gələ bilməz. Onlar heç bir deyənməzlər ki, bizim babamız reper olub. Yox, içdən gəlib də, onların da içindən. İrsdən gəlmir, içdən gəlir. Rep irsdən gəlmir, rep hirsdən gəlir. Elə mi? Hə, uşaqlar, gör nə demək istəyirəm. Həsən ağa, sizdən mahnılarınızdan qaldı mı? İfanızdan? Mahnı qalıb, hətta bir dənə sual da qalıb. Zəhmət olmasa ifaya keçək. Yekunlaşdırmaq üzrəyik, ona görə ki, ifaya keçək. RG Old School Dinləy məni Hər kəlməmi Binanın ən axırıncı mərtəbəsi Çox hündür, külək boğur nəfəsi Qızın göz yaşını silməsi Artıq eşidilir ölüm nəğməsi Diamonds on my neck. What? Yeah. That's your God, boy. Okay. Pull him. Hey. Pull him the door. Pull him the door. Pull him the door. Pull him the door. Y'all in my box. Call him the road if you call him the fuck. 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 Bakıram diskiye ey. Akıtta kayla. Zengele disk. Daima. Yollarım temiz. Süreri hayatım gelir. Bana lazım ve içinde kendisi. Cebimde dola yok elim bana. Agresif değil mi Mary bana. Beynimde dumba. Zamanda saat edilen geni beni seni. Aşağıda boşum kapımı dön. Kolum ekrana bir başıma dön. Kızlarım arın böyle. Elimde bağlı keyifli görüm. Elimde bağlı rolü ve sep. Yanımda homidi değini rap. Beynimde çek bağlı. Üstümde elivi çeksen de homiyle birazdan sen gidecek. Pull him the door. Pull him the door. Pull him the door. Y'all in my box. Call him the road if you call him the fuck. 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 Pull him the door. Pull him the door.
Master, sizə sualım var bir dənə. Deməli, drill yoxsa trap? Drill yoxsa trap? Bəli, bəli. Böyle bir çətin sözlər də oxuya bilmirəm. Drill yoxsa trap? Mən elə düşünürəm ki, drill daha çox müasir musiqidir, hal-hazırda, yəni dəbdə olan musiqidir. Trap artıq öz missiyasını tamamlayıb. Nəyə görə? Çünki drill ümumiyyətlə Chicago'da yaranıb, daha sonra Londona varıb, ondan sonra Avropaya yayılıb, amma London özünə uyğun adaptasiya edib, istifadə edib bunu 140 BPM üzərində. Ona görə Londonda buna təzə grime deyirlər. Ondan sonra 2016-2017-ci illərdə artıq Amerikadan yenidən Pop Smoke bunu dəbə salıb, səhv eləmirəmsə Dior mahnısı ilə. Ona görə mən düşünürəm ki, hal-hazırda drill, nəinki trap, çünki trap artıq öz missiyasını tamamlayıb, illərdir var. Mən düşünürəm ki, drill. Amma hal-hazırda bütün bu Amerika musiqisini qoyandan sonra kənara, mən düşünürəm ki, biz Amerika dilində rap deyərək onları təəccübləndirə bilməliyik və mən düşünürəm ki, biz öz köklərimizə getməliyik. Öz kök musiqilərimizdən istifadə edərək yeni musiqi yaratmalıyıq. Biz yalnız dünyaya belə çıxa bilərik. Sizcə Azərbaycanda Trap Lord kimdir? Trap Lord, mən düşünürəm ki, bu haqda müzakirələr çox getdi, çox qalmaqal oldu. Mən yazışmaları da görmüşəm, mənə elə gəlir ki, A$AP Gold, daha sonra Gazaboz və salam, bu qədər. Çox sağ olun, sağ olun. Çox sağ olun. İfaya istərdim keçərsiniz. Bəli, keçək. Səhnə. Dəyərli tamaşaçılarımız, Allah sizə can sağlıq versin. Bugünlük bu qədər. Tamam demirəm, amma davamı yenə gələcək. Bu gözəl gördüyünüz gəncləri yenə mənim verilişimə gəlmək istəyirlər.
İstərdim ki, ilk sualı ilə sizə verəm, Ramu. Buyurun. Bəli, Qəmrə Xoşunuza xanım. gəldi mi veriliş? Çox həddindən artıq, çox maraqlı, çox... Anlatırdınız ki, qızıl səslər verilişə gəlməsi, nömrəmi tapa bilmirdiniz. Axırı ki, gəlib çıxa bildik, bəli. Çox sağ olun, Qəmrə xanım. Çox gözəl, yəni. Siz də həmişə var olun. Allah sizi var eləsin. Verişdən razı qaldınız mı? Bəli, çox sağ olun. Mənə dəvət elədiyiniz üçün. Mən çox verilişlərə çağırılıram, amma getmirəm. Burada olduğum üçün çox sevinirəm. Əsl underrated verilişdir. Əlbəttə, biz həmişə gənclərə dəstək də olmalıyıq. Çünki gənclər bizim gələcəyimizdir. Çox sağ olun. Təşəkkür edirəm. Ağa müəllim, buyurun. Qəmrə xanım, çox sağ olun ki, bizə belə bir şərait yaratdınız. Mən ümumiyyətlə bütün öz dəyərli aktyorum. Bacardığım hər şeyi burada göstərməyə çalışdım. Bilmirəm nə qədər alındı, nə qədər yox. Çox gözəl alındı inşallah. Mən inanıram ki, amma mən bu ölkənin ən istedadlı 5 aktyorundan biriyəm gənclər arasında. Gənclərə dəstək olmalıyıq. Biz elə də dəstəyik. Növbəti verilişdə inşallah bundan da gözəl olacaq. İnşallah. Çox gözəl. İnşallah. Dəyərli tamaşaçılarımız, bugünlük bu qədər çox sağ olun. Təşəkkürlərimi bildirirəm hər birinizə ayrı-ayrılıqda. İstərdim ki, verilişin sonunda da gözəl bir mahnı ilə davam edin. Güller üstte uçup kaçan bir kaygısız kepenekti. Çiçeklerin yüreğinde sene şirin bir dilekti. Güller üstte uçan kaçan bir kaygısız kepenekti. Çiçeklerin yüreğinde sene şirin bir dilekti. Sorağını gül çiçekten alınca gördüm yoksa kaçtım senin dalınca mı gördüm yoksa. Sorağını gül çiçekten alınca mı gördüm yoksa kaçtım senin dalınca mı gördüm yoksa. Hansı güle benzedimse leçeğinde izin kaldı. Uçup gittin ele bil ki ellerinde tozun kaldı. Hansı güle benzedimse leçeğinde izin kaldı.